Destroyer 05 və Sial 05. Mühərriklərini yığırsansa, neçə yığırsan? Bax, belə deyim, gidraqlar olanı, yəni şartını dəyişirmə, poşunu dəyişirmə, artıq çıxıb 1500 manat gidraqda olanda. Amma belə yağ yeyirsə, artıq çıxıb 1200 manat, 1100 manat. 1200 min. Qoysa qarşı 1200 manat, o belə. Ustaqlı ilə zaten hamısı qəşəng. Bəs yaxşı, Sial 05-lər görürsən də 60 mində, 70 mində, 92 vururlar, səsli işləyir. Sən onu yığdırsan, elə yığdıra bilirsən ki, o 92 ilə işləyirsin, yoxsa heç nə ilə... Bu zavodun qoyduğu bu qanundur, aktamida tutulur mənim. Bəli. Çünki bunlarda koysa, ondan klapanlar hamısı 92 tutulmuyor. Nəzərdə tutulur. Demiyorum. Hə, başa düşdüm. Şu qiymətlərini bildiyi yığdırırsan, neçə dənə Sialın motorunu yığdırırsan? Başı yığdırırsan, yoxsa eləmir? Özüm yığıram, 4 dənə gördürdüm deyəndə ki, Hə, yığdırırsan. 4 dənə, 5 dənəsini deyəkim yığmışam. Siallar. Aha. Ha, başa düşdüm. Getdik, axırda yığdırdım gidraqdar idi. Hidrogar. Getdik də ki, ondan qoydum, azı 70 min probel var, yağ Yaraşdı. 92 ilə. Asırsan, koy sırağa, yağ koy sırağa, kompres koy sırağa. Yapışır. Düzgün yapışır ona görə. Ha, başa düşdüm. Deyək ki, 92 dəfəsə qapqaqa alamaz. Cansan.